qrupa testi atmışdım. Bir daha hər vaxtınız xeyir olsun. Bu testi izahını çəkirəm. Həmçinin bunu YouTube kanalımda açıq paylaşacağım. Bildiyiniz kimi artıq 17 iyundan sertifikatlaşdırma prosesinə start verilir. İmtahana gedən hər birinizə uğurlar arzulayıram. Heç də imtahanda həyəcanlanmağa gərək yoxdur. Bildiyiniz mövzularda biz bunu dəfələrlə dərslərimizdə, təlimlərimizdə keçmişik və imtahandan sonra da bax elə bu sualları işləyin. İmtahandan sonra da görəcəksiniz ki, məzmun bu tipdə olacaqdır. Sualları nəzərinizə çatdırıram və imtahanda da qeyd edim ki, bu kimi sual tipləri ilə qarşılaşacaqsınız. Sual-cavab prosesində şagirdlər bir-birinin sözünü kəsir. Bir-birlərinə mane olurlar. Bu da dərsin gedişatına, dərs pozulmasına səbəb olur. Bunun qarşısını almaq üçün müəllim sual verəndə prosedurunu sinifdə tətbiq edir. Buna baxmayaraq şagirdlər hələ də sual verən zaman nizamsızlığa yol verir. Deməli, vəziyyət necədir müəllimlər? Burada sinifin idarə olunmasına aid olan mövzudur. Bir-birlərin dinləmirlər. Üstəgəl də müəllim prosedur da tətbiq edir. Prosedurun tətbiqinə baxmayaraq yenə də nəticə ürək açan deyil. Əlbəttə ki, burada nə var? Deməli, əgər prosedur varsa da bu nəticə ürək açan deyilsə, müəllim ya o prosedura zaman tanımayıb, nə onun mahiyyətini izah etməyib, ya da ki, öyrət, məşq et, möhkəmləndir strategiyasına əsaslanmayıb. Cavabımız əlbəttə ki, olacaq B variantı. İkinci sualına davam edək. İlk valideyn iclasında Arzu xanım sinif rəhbərindən övladı haqqında yalnız mənfi rəy alıb. Yalnız mənfi rəy alsa bu valideyni itirdiniz də siz. Bu andan etibarən Arzu xanımda bununla bağlı negativ hisslər formalaşmış, nəticədə o valideyn iclasına yaymağa başlamışdır. Bunun baş verməməsi üçün sinif rəhbəri nə edə bilərdi? Əslində sinif rəhbəri nə etməlidir ki, olmalıdır? Əlbəttə ki, ilk iclasda şagirdin daha çox pozitiv tərəfini vurğulamalıdır. Ümumiyyətlə, ilk valideyn iclası çox əhəmiyyətlidir. Müəllim çalışmalıdır ki, şagirdin pozitiv tərəfləri haqqında da məlumat versin ki, valideynlə düzgün münasibəti tənzimləməyi bacarsın. Əgərləri yalnız negativlərinə toxunarsa, valideyn itirəcək. Valideyn ondan uzaqlaşacaq. Üçüncü sualına davam edək. Dərs prosesində şagirdlər iki qrupa bölünür. Müəllim tapşırıqları onlara təqdim edir. Amma bu zaman nə baş verir? Haykü olur. Bu situasiya ilə bağlı hansı fikir doğrudur? Yəni, müəllim nə etməyib görəsən? Müəllimin kommunikativliyi bacarığı zəifdir. Burada ünsiyyətdən söhbət getmir. Ünsiyyət deyil burada. Burada qayda prosedur yoxdur, idarə etmə zəifdir. Müəllim kritik təfəkkür, burada tənqidi təfəkkürlük heç nə yoxdur. Ünsiyyət bacarıqlığı da söz yoxdur, cəza olmaz. Yaradıcılıq da heç nə yoxdur. Əlbəttə ki, müəllimin burada idarə etməsi zəifdir. Qayda tərtib olunmalıdır. Qayda tərtibatında isə şagirdlərin iştirakı çox əhəmiyyətlidir. Və bu cədvəl tipli testi izah edirəm. Ələxüsusda mən cədvəli necə müəyyənləşdirim deyən müəllimlər üçün. Deyir ki, neynə? Uyğunluğu tap. Düzdür. Uyğunluğu tap nədir? Uyğunluğu tap o deməkdir ki, doğrunun altında plus olmalıdır. Plus. Mənfinin altında da mənfi olmalıdır. Yanlışın altında da yanlış olmalıdır. İndi gəlin uyğunluğu tapaq. Birdə deyir ki, formativ qiymətləndirmə hər bölmənin sonunda, yarım ilin sonunda həyata keçirilir. Yalan deyir. Formativ qiymətləndirmə davamlı hər gün keçirilir. Yalan deyir. Mən əslində plus götürməli idim. Minus burada var. Deməli, biri nə edəcəm? Götürməyəcəm. Birlə başlayan variantları nə edirəm? Silirəm. Formativ qiymətləndirmənin nəticələri növbəti dərsin planına heç bir təsir etmir. Bunu da nə edir? Yalan deyir. Niyə yalan deyir? Çünki formativə görə görürəm nəticə zəifdir. Planlaşdırmamda dəyişiklik edə bilərəm. Edə bilərəm. Burada da yalan deyir. Bax, görürsən, əslində sən pluslar götürməliydin buradan. Minuslardır. Deməli, doğrunun altında heç nə yoxdur. Avtomatik cavabım 3-dən 4-dür. B variantı, avtomatik. Amma niyə görə 3-dən 4-ü götürürəm? O da yanlışdır. Formativ qiymətləndirmə üçün deyir, rubrikdən istifadə müsbət nəticə vermir. Yalan deyir. Formativ qiymətləndirmənin hələ birbaşa olaraq əsasını rubrik təşkil edir. Qiymətləndirmə şkalasıdır.
4-də də deyir ki, formativ qiymətləndirmə zamanı şagirdi həvəsləndirmək üçün kəmiyyətlə qiymət verilir. O da yalandır. Çünki kəmiyyət yalnız summativdədir. Deməli, hamısı səhvdir. Hamısı səhv də olduğuna görə mən nə edirəm? B-ni götürürəm. Çünki məndə yanlışın altında yanlış verib. Doğrunun altında doğru yoxdur, ay müəllimlər. Ona görə də mən doğrunun altından heç nə götürməyəcəm. Biri diaqnostik qiymətləndirmənin məqsədi deyil. Bax, bu suallar qarşımıza çıxacaq. Diqqətli olun, əziz müəllimlər. Diaqnostikin məqsədi deyil. Şagirdin məzmunla bağlı ümumi bacarığını müəyyənləşdirir. Düzdür, mövcud vəziyyəti görürsən. Bilik səviyyəsini müəyyənləşdirir, yoxlayırsan. Psixoloji vəziyyətini öyrənməyə yardım edir. Bəli, ilkin vəziyyət haqqında, hətta diaqnostikin nəticəsi portfolyoda öz əksini tapır. Effektivliyi təmin edir. Bunu sertifikasiya müəllimi səhv eləyirsə bu sualı mən nə deyim tay? Gündəlik fəaliyyəti izləməyə xidmət edir nə? Formativ. Formativ olacaqdır. 6-cı sual. Hansı rəy effektiv deyil? Rəyə gəlinir, rəyə. Görək, hansı rəy effektiv deyil? Məsələni səmərəli həll yolla etmirsən. Belə davam et. Aha. Sonra əhsən, əsərin ideyasını düzgün müəyyənləşdirmirsən. Yazıcının mövqeyini dəyərləndirərkən faktlarda yerindən istifadə etmirsən. Afərin, Mirzə Ələkbər Sabirin şeirlərinin müasir dövründə öz aktuallığını qoruması ilə bağlı söylədiyin fikirlər yüksək dəyərləndirilir. Bax, nə olsun afərindən başlayıb? Deyir ki, afərin ağıl dəryasın. Hər zaman bütün tapşırıqları düzgün yerinə yetirirsən. Yox. Boju olmayacaq. Niyə olmayacaq? Çünki nəticə etibarilə düzgün olmayan rəydir. Dinləmə mətni üzrə tapşırıqlar düzgün yerinə yetirmirsən. Bu sənin qeyd götürmə bacarığının yaxşı olduğunu göstərir. Əhsən, bu da doğrudur. Yəni, ümumiyyətlə burada daha çox emosiyalara yönəlik rəydir deyə bilərik. 7. Müəllim qiymətləndirməni interaktiv oyun şəklində aparmaq qərarına gəlir. Tapşırığı tərtib edərkən keçmədiyi mövzudan sual salırsa, bu etibarlılıq yox, validlikdir. Yəni, uyğunluq prinsipidir. Uyğunluq prinsipi nədir? Keçilən mövzu ilə keçilməyən mövzunun əlaqələndirilməsi. Müəllim şagirdlərə mətin verir. Təsvir olunan hadisələri proqnozlaşdırmağı tapşırır. Bu imtahan sualıdır. Bax, təsvir edəcək, nümunə gətirəcək, şərh edəcək, anlamaq da əlbəttə ki, burada proqnoz sözü səni çaşdırmasın. Mətin verilir. Təsvir olunan deyir, hadisələri nümunəyə əsasən icra et. Bax, bu deməkdir, anlamaqdır da. 9. Məktəbin həyətində, bu sualı çoxunuz səhv yazmışsınız. Məktəbin həyətində dairəvi gül salınmalıdır. Qəşəng, nə gözəl. Dairənin ölçüləri verilir. Şagirdlər biologiya müəlliminin verdiyi məlumat əsasında nə olsun yerinə yetirir. Amma müəllim özü verir baxı. Gül əkəcəklər, torpaq, biologiya, neynədir? Yalnız fənlər arası olacaq da. Niyə fənn üstü olsun ki? Fənn üstülük neynir bu? Müəllim verir. Özü gedib araşdırmır ki, özü müşahidə eləmir ki, özü müəyyənləşdirmir ki, xeyr. 10-cu sual. Effektiv müəllim valideyn münasibətinə aid olmayanı deyir, aid olmayan. İlk ünsiyyətdə pozitiv olmağa çalışmaq lazımdır, doğrudur. Tədris ili başlamadan öncə valideynlə əlaqə yaratmaq olar. Valideynləri dərs prosesində izləməyə dəvət edirsən. Valideynlə övladın nöqsanı ilə bağlı dərhal məlumat vermək olmaz. Anında məlumat vermək olmaz, əziz müəllimlər. Əgər anında məlumat verirsənsə, yanlışdır. Niyə görə? Çünki ilkin prosesi, ilkin addımı özün həyata keçirməlisən. Ümid edirəm ki, bu qısa zaman kəsiyi ərzində sizə faydam toxundu. Adətən bunu əvvəldə deyirlər, amma mən istəyirəm ki, əvvəldə çox yorucu olmasın, səbirli olaraq sona qədər dinləyəsiniz. YouTube kanalına abunə olub, rəy bölməsində fikirlərinizi bildirməyi və bu link açıq olacaq. Digər həmkarlarınızla da bölüşüb dəstək olmağı unutmayın. Hər birinizə uğurlar arzulayıram. Həyəcanlanmağa gərək yoxdur. Bu bir imtahandır. Öyrənmisiniz, bilirsiniz. Yaxşı nəticə üçün səy göstərmisiniz. İnşallah ki, onun da nəticəsini görəcəksiniz. Hər birinizə uğurlar.